mil dəryada qaldı. Hər 10 mildən 10 milə şəhbəri yarır. İstir geçsin göy aləminə, geydən səs gəlir, yahu, ya mənhu, sən kimsən, mən kiməm? Deyir, sən, mən də mənəm. Şəhbər yanır, düşür qalır dəryada. Çünki mən bu cümle məclisdə okudum, dedi, Aşıq hansı dəryada qaldı? Dedim ki, bir zaman dünyanın hər yeri su götürüb. Sonra da hələ bir illətlər olubdu, təpələr gəlib, dağlar olub, işim yox. Deyərlər, Cəbrəil 30 min il dəryada qaldı, 2 seri şəhbər yardı, getdi göy aləminə. Sən kimsən, mən kiməm, dedi, sən, mən də mənəm, şəhbər yardını, düşdü qaldı dəryada. Amma deyirlər ki, o kimidir Adəmdən 40 min il qabaq, Həzrət Adəmdən 40 min il qabaq olub. Kimdir? Cənab Əmir. Dünya vardı, əli vardı. Gəldi, gördü, Cəbrəil qalıbdı, deyir, ya Cəbrəil, nəyə qalmışsan burada? Dedi, şəhbərim yanır. Yarın istirəm gedən göy aləminə, göydən bir belə səs gəlir. Dedi, sən nə deyirsən? Deyir, mən deyirəm, sən, mən də mənəm. Dedi, yox. Sənə göydən səs gələndə, yahu, ya mənhu, ya mən leysə illahu. Deyəcəksən ki, ləm yəşkurul xaliq və ləm yəşkurul məxluq. Sən xaliq, mənəm məxluq, məni də sən yaratmışsan. Cəbrəilə Cənab Əmir ustadlıq elədi, piruz oldu, getdi göy aləm. Cim Cəbrəil hey həmin ki xəlq oldu, xətab eylədi, pəlləri yandı. O dəmdə bəs ona kimdən eyl oldu, uruc etdi, qalxdı, getdi səmaya. Sözün axirini oxuyum, sizin sazımı da yanıq şərəflə oxuyam da. Qalmışam ya Ali mədəd, xalqim düşmənə sən vermə fürsət neyli. Ha belə yəqin eylədim ey mən aşıqə, xalqim aydara sən sirri dünyaya. Ya dəli, ya divana, ya dəli, ellere kömək olsun o əli. Üstündə qalmışam ya Əli mədəd, xalqın düşmənə sən vermə fürsət. Yəqin eylədim mən aşıq səməd, xalqım dara sən sirri dünya. Və birində oxuyaq da, hə? Farqanın Abbas Gülgəzin dalısına gedəndə 40